nə başa düşürük? İnkişaf etdirici təlim mühiti dediyimiz zaman ümumilikdə bizim bir uşağa şəxsiyyət kimi yanaşmağımızdır. Yəni biz bir növ bir mühit qururuqsa, bunu uşaq üzərindən qururuq. Yəni anlayış olaraq subyekt anlayışını ön planda tuturuq. Burada əsasən mənim uşağa şəxsiyyət kimi yanaşmağım, o uşağın marağını, ehtiyacını, potensialını, istəyini, hər birini nəzərə almağımdır. Bir növ subyekt kimi yanaşdığım zaman. Yox, əgər verilsə ki, subyekti pozan amillər nələrdir? Bu zaman biz deyirik ki, uşağa şəxsiyyət kimi yanaşmamağımız. Yəni uşaq hər hansı bir fikri olduğu zaman sən uşaqsan, öz işindən məşğul ol, yanlış şəkildə uşağa verdiyimiz rəylər olsun, qərar qəbul etmədir, müstəqil öyrənmədir. Bunların pozulmasının hər biri uşaqlarda inkişaf etdirici mühitdə qurulmasına maneə gətirir. Bir növ subyekti pozan amillər sayılır. Və inkişaf etdirici təlim mühitinin təşkili dediyimiz zaman, yəni ümumilikdə bir mühit uşağın təfəkkürünə, sosialına, emosionalına, fiziki yaradıcı inkişafına təsir göstərir. Və burada bir növ biz mühit qurduğumuz zaman da necə ki deyirik, uşağın istedadını, hər bir şeyini nəzərə alırıq və didaktik prinsiplərimizdən də uşaqyönümlü didaktik prinsipini özündə göstərir. Və burada mühitin yaradılması zamanı bir sıra prinsiplər ki var, bunlar nəzərə alınmalıdır. Uşaqların ətraf mühitdə olan əşyalar və onları əhatə edən insanlarla qarşılıqlı əlaqə quraraq öyrənməsi və biliklər qazanması, uşaqların inkişafı və öyrənməsinin təmini üçün onların maraq və ehtiyac güclü tərəflərinin nəzərə alınması, yəni uşaqyönümlü didaktik prinsipinin qorunması. Və biz inkişaf etdirici mühitdə diqqət etdiyimiz məqamlar var. Bu məqamlara məsələn, deyə bilərik yanğın təhlükəsizliyi, sanitar qovşağı, işıqlandırma, havalandırma sistemi və temperaturla bağlı olaraq. Yəni bir mühit qururuqsa, bu məsələlərə diqqət etmək lazımdır ki, o uşaqların mühiti düzgün şəkildə qurulsun. Daha sonra, məktəbəqədər təhsildə ümumilikdə inkişaf etdirici mühitimiz iki hissədən ibarətdir. Bir daxili inkişaf etdirici, bir də xarici inkişaf etdirici mühitimiz var. Daxili dediyimiz zaman müəssisənin içərisi nəzərdə tutulur. Yəni müəssisəyə verilən avadanlıqlar olsun, bizim güşələrimiz olsun, yəni fiziki mədəni, daha doğrusu riyaziyyat güşəsi, kitab güşəsi, qum və su, təsviri fəaliyyət, təbiət, gəlinciq və s. kimi güşələr əsasən daxili inkişaf etdirici mühitin içərisinə daxil edilir. Yəni bir növ müəssisənin içərisində olanlar. Və biz buna fəaliyyət mərkəzləri də deyə bilərik. Yəni verməz güşə verər fəaliyyət mərkəzi olaraq. Və biz güşələri yaratdığımız zaman onlar bir-birindən ayrı şəkildə təşkil olunmalıdır. Yəni hər bir güşənin özünə məxsus şəkildə avadanlığı, ləvazimatı olmalıdır. Daha sonra və hər birini xüsusi materiallarla təchiz eləməliyik. Elə şəkildə qoymalıyıq ki, orada olan materiallar uşaqların əli çatan vəziyyətdə olsun və o uşaqları bir növ müstəqil şəkildə davranmağa həvəsləndirsin. Və həmçinin fəaliyyət mərkəzləri elə şəkildə də yaradılmalıdır ki, orada kiçik qruplar bir-biri ilə oynaya bilsinlər, ünsiyyət qura bilsinlər və ya bir fəaliyyət seçirlərsə özləri də istədikləri fəaliyyət mərkəzlərini seçə bilsinlər. Daha sonra gəlirik xarici inkişaf etdirici mühitimizə. Xarici inkişaf etdirici mühit dediyimiz zaman isə artıq həyətyanı sahədir. Necə ki bir dedik, müəssisənin içərisi, daxili, bir də deyirik müəssisənin xarici, yəni çöl hissəsi. Biz burada daxili məkanda mümkün olmayan, yəni göstərilməsi mümkün olmayan hər hansı bir imkanları burada təmin edirik. Məsələn, bura daş, qum, su, meyvə və tərəvəzlər, ağaclar, bitkilər və s. daxil edirik. Və bir də var, məktəbəqədər təhsildə inkişaf etdirici mühitimizin komponentləri. Komponentləri 3 komponentdən ibarətdir. Fiziki mühit, zaman mühiti, sosial mühit. Fiziki mühit dediyimiz zaman otaqda olan mebellərin yerləşdirilməsi. Yəni avadanlıqlar nəzərdə tuturuq, materiallar olsun, bunlardır. Zaman mühiti dediyimiz zaman gün ərzində olan proseslərin və ya hər hansı bir məşğələnin, fəaliyyətin vaxtı, müddəti ardıcıllığıdır.
Və yaxud da deyə bilərik, uşaqların da adaptasiya müddəti ola bilər, uşağın inkişafının daimi izlənilməsinin vaxtı ola bilər və s. Üçüncü olaraq sosial mühitdir. Sosial mühit dediyimiz zaman isə qrup otağında artıq uşağın yaşıdları, tərbiyəçi müəllim, psixoloq, bir sözdən, yəni deyə bilərik ki, uşağın ünsiyyət qrup, əməkdaşlıq etdiyi insanlar, açıq sosial mühiti nəzərdə tutulacaq. Sonra gəlirik inkişaf etdirici mühitimizin funksiyaları var. Funksiyaları burada daha çox elmi cümlələrlə verilib, amma mən sizə bunu lori şəkildə izahım verəcəm ki, siz də mənə o şəkildə qaytararsınız. Birinci olaraq fəallığın stimullaşdırılması funksiyası nədir? Stimullaşdırmaq həvəsləndirməkdir. Yəni burada nədən bəhs edir? Biz uşaqlara müxtəlif fəaliyyət növlərini elə şəkildə təşkil edirik ki, onlar bu fəaliyyətlərdə iştirak etdikləri zaman maraq da yaransın uşaqda. Adicə məsələn deyək, rəsm çəkmək, uşağın qumda oynaması, mahnıya, musiqiyə qulaq asması kimi fəaliyyətlər nə edir? Uşağın marağını artırır. Bir növ fəallığın stimullaşdırılması dediyimiz zaman isə uşağa müxtəlif fəaliyyət növlərini verərək o uşaqlarda stimul, həvəs yaratmaq nəzərdə tutulacaq. İkinci olaraq informasiya funksiyasıdır. İnformasiya funksiyası isə informasiya ötürücüsü nəzərdə tutulur. Yəni ki, adından göründüyü kimi bizim hər hansı bir yerdən, bir əşyadan informasiya almağımızdır. Məsələn, uşaq nə edir? Ətrafda gördüklərindən məlumat alır. Və bu məlumat da nə olur? Təcrübəyə çevrilir. Məsələn, deyək, oyuncaqlardır, şəkilli kitablardır, təbiət güncüdür. Baxın, bunlardan belə uşaq yeni bilik almış olur informasiya funksiyasında. Sonra, üçüncü psixoloji sağlamlığın qorunması funksiyasıdır. Psixoloji sağlamlıq dediyimiz zaman sırf artıq biz burada uşaqların psixoloji cəhətdən də yönəlməyimiz nəzərdə tutulur. Yəni, uşağın emosional vəziyyətinə təsir edən bir mühit yaradırıq. Yəni, o mühiti biz elə yaratmalıyıq ki, rahat şəkildə olsun, təhlükəsiz və mehriban mühit olsun ki, orada uşaqlar özlərini rahat şəkildə hiss eləyə bilsinlər. Məsələn, deyək, oyuncaq qoyuruqsa, sevimli oyuncaqlar olmalıdır. Musiqidirsə, məsələn, sakit musiqi, oturacaqlar, yumuşaq oturacaqlar kimi nəzərdə tutulur. Yəni, bir növ psixoloji cəhətdən də, yəni emosional cəhətdən də uşağın vəziyyətinə təsir eləyən mühit yaratmalıyıq. Dördüncü funksiyamız təşkilati funksiyadır. Təşkilati funksiya isə mühitin bir növ mobil və dinamik olmasıdır. Yəni ki, biz, baxın, təşkilati dediyim zaman adından görünür ki, təşkil eləməklə bağlıdır. Mən burada mühiti təşkil eləyirəmsə, o uşağın yaşını, ehtiyacını, marağını, fərdi xüsusiyyətini, qabiliyyətini və s. hər birini nəzərə almalıyam. Məsələn, stul və stol qoyuramsa, təbii ki, kiçik şəkildə olmalıdır. Oyunlar yaradıramsa, uşaqların yaşına uyğun şəkildə olmalıdır və yaxud da deyə bilərik vəsaitlər. Yəni, bir növ nəyi təşkil eləyirəmsə, az öncə dediyimiz kimi uşaqyönümlü didaktik prinsipi mən burada nəzərə almalıyam. Beşinci olaraq tərbiyəvi funksiyadır. Tərbiyəvi funksiya isə artıq uşaqları bir növ tərbiyəvi cəhətdən də müsbət təsir göstərməsidir. Məsələn, mühit uşaqlara, yəni biz bir mühiti yaratdığımız zaman uşağa burada düzgün davranış və münasibəti də öyrədirik. Məsələn, bir cuşə yaratmısınız və o cuşədə uşaqlar artıq növbə ilə oynamağı və yaxud da deyək, böyüklərə hörmət etməyi, bu kimi keyfiyyətlərə yiyələnməsi uşaqları tərbiyəvi cəhətdən də, yəni tərbiyəvi funksiyasında özünü göstərməsi nəzərdə tutulur. Sonuncu funksiyamız inkişaf funksiyasıdır. İnkişaf funksiyası dediyimiz isə bir növ uşağın biz hər tərəfli şəkildə inkişafı üçün mühit yaradırıq. Və bu mühiti yaratdığımız zaman o mühiti maraqlı komponentlərlə də zənginləşdirməliyik ki, hər hansı bir şey o uşaqda inkişafına da təkan versin. Adicə yeni oyunlar, eksperiment guşəsi, yaradıcılıq fəaliyyəti olsun. Məsələn, yaradıcılıq fəaliyyətində uşağın plastilinlə oynaması o uşaqda nəyi inkişaf etdirir? Həm yaradıcılığını, həm məsələn, əlləri işlədiyinə görə əl əzəlləri də deyə bilərik. Deməli, bunlar neyinir? Uşağın inkişafına təkan verir və bir növ inkişaf funksiyasına biz bunu aid edirik. Bu oldu funksiyalarla bağlı.
Daha sonra keçirik dəstəkləyici təlim mühitinə. Dəstəkləyici təlim mühiti dediyimiz zaman artıq uşaqların müstəqilliyinə imkan yaradır və onların təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada bir növ dəstəkləyici mühit dediyimiz zaman müəllimlə uşaq arasında olan bir qarşılıqlı hörmət və etibarlı münasibətdir. Və sual kimi verilə bilər ki, bir müəllim dəstəkləyici mühiti necə qurmalıdır? Əgər bir müəllim dəstəkləyici mühiti yaratmaq istəyirsə, o əvvəlcə doğru infrastrukturu, düzgün maddi-texniki bazanı seçməlidir. Ən sonunda da sağlam psixoloji yanaşma və təlim şəraitini seçməlidir. Bunlar nə deməkdir? Baxın, bir növ deyirik ki, bir infrastruktur, bir də maddi-texniki baza. Maddi-texniki baza əsasən avadanlıqdır. Məsələn, deyirəm ki, hər hansı bir kitab güşəsinə qoyduğumuz kitablar. Bu maddi-texniki bazadır. Və yaxud da deyirəm kitabxana. Baxın, kitabxananın özü əgər müəssisədən söhbət gedirsə, bu infrastrukturdur. Yox, əgər maddi-texnikidən gedirsə, bu avadanlıqdır. Deyirəm, kitabxana bu infrastruktur, amma orada yerləşdirilən kitablar olur maddi-texniki baza. Və ya deyirəm ki, sinif otağının özü infrastrukturdur. Onun içərisinə yerləşdirdiklərimiz isə bir növ olur maddi-texniki baza. Deməli, bir müəllim dəstəkləyici təlim mühitini yaratmaq istəyirsə, seçməlidir. İnfrastruktur, maddi-texniki baza, ən sonunda da sağlam psixoloji yanaşma və təlim şəraitinə. Və dəstəkləyici mühitin uğurla qurulması üçün bir müəllim yetərincə çevik olmalıdır, çətinliklərdən qorxmamalıdır, orada müxtəlif yanaşmalardan istifadə etməyi bacarmalıdır, kollektivlə əməkdaşlıq etməyi, özünü qrupda inamlı hiss eləməyi və digər müəllimlərlə də bir komandada işləməyə hazır olan müəllim bir növ dəstəkləyici mühiti uğurlu şəkildə qurulması üçün nəzərdə tutulur. Sonra bu oldu dəstəkləyici mühitimiz. Gəlirik öyrədici mühitimizə. Öyrədici təlim mühiti dediyimiz zaman isə bir növ uşağın biliş və bacarığını burada inkişaf etdirmək, onların öyrənmə ehtiyaclarını qarşılayaraq müxtəlif sahələrdə inkişaf etmələrini təmin etmək məqsədi ilə təşkil olunan şərait nəzərdə tutulur. Yəni, öyrədici mühitin rolu dediyimiz zaman o uşaqda kreativliyi artırır, yəni yaradıcı düşüncəni, uşağın biliş və bacarığı inkişaf etdirilir, sosial münasibətlər və əməkdaşlıq bacarıqları inkişaf etdirilir, uşağın özünə inamı artır, gələcəyə bir növ təhsil alması üçün də həyatına, yaxşı şəkildə hazırlıq görülməsində də müsbət təsir göstərir. Öyrədici mühitin rolu bundan ibarətdir. Və həmin öyrədici təlim mühitimiz özü də 3 yerə ayrılır. Əşyavi, informasiya və sosial psixoloji mühit. Əşyavi mühit dediyimiz zaman əşyalardır. Yəni, müəssisənin içərisində olan avadanlıqlar, əşyalar. Az öncə fiziki mühitdə dediyimiz kimi. İnformasiya mühiti dediyimiz zaman isə hər hansı bir yerdən aldığımız informasiyalar. Bu kitab, dərslik, kino, sərgi, ekskursiya, gəzinti və s. aid eləyə bilərik. Üçüncü sosial psixoloji mühitdir. Sosial psixoloji mühit dediyimiz zaman isə artıq bir növ yenə də uşağın ünsiyyəti nəzərdə tutulur. Yəni, digər insanlarla əlaqəsi nəzərdə tutacaq. Ən sonda yaradıcı mühitimiz var. Yaradıcı mühitdə adından göründüyü kimi yaratmaqla bağlıdır. Yəni, uşağın burada təxəyyülünü, yaradıcılığını, kreativliyini inkişaf etdirən bir mühit nəzərdə tuturuq. Yəni, yaradıcı mühit dediyimiz zaman xüsusiyyətlərinə uşağın öz fikrini sərbəst ifadə eləməsi, uşağa sərbəst oyun vermisiniz, rəsm çəkmək vermisiniz. Burada uşağın bunu özü eləyərək yaradıcı şəkildə fəaliyyətlər göstərməsi, yaradıcı mühitdə müxtəlif materiallar və alətlərin mövcud olması, hər bir uşağın fərdi təxəyyülünü, yaradıcılıq xüsusiyyətlərinin təşviq edilməsinin aid edilməsi yaradıcı mühitin içərisinə daxil edirik. Bir də məsələn görə bilərsiniz ki, ümumilikdə inkişaf etdirici mühitdə, yəni bir mühitin pedaqoji prosesinin tamlığı özündə nəyi göstərir? Pedaqoji prosesin tamlığı dediyimiz zaman isə mühitdə lazımdır həm öyrətmək, həm inkişaf etdirmək, həm tərbiyə etmək. Yəni, bu üçü də əsas olaraq pedaqoji prosesin tamlığının qurulmasının içərisinə daxil ediləcək.
Belə, bu da oldu inkişaf etdirici mühitimizdən bağlı. Belə müəllimə, nəsə sualınız, qaranlıq qalan məqam varsa, buyurub verə bilərsiniz.